Mən xatırladıram ki, bugün Nəcib söhbətlərdə mənim müsahibim, publisist, yazıcı Yunus Oğuz idi. Və Yunus müəllim Ülker xanımın ifasını çox bəyəndi. Və biz elə qərara gəldik ki, verilişin son nöqtəsini də Ülker xanım Quliyevanın ifası ilə qoyaq. Siz nə məsləhət edilərsiniz? Keşke. Her ağacına yoluna, her cığırına yoluna, ölümü göze alarak oldular kurban oğullar. Garlı garlı dağları, çayları gör bulakları, teki kalmasın her yara, yurdumuz dolma Qarabağ, Qarabağ. Ocağın açsan ağlatan, ocağın isitsin hemen. İllerce hasretin çeken, sen kadar yünen yüreklerimizsin. Azerbaycan askerine koşulsun bütün bastalar, elimin igidlerine, şehitlerine şehirler yazılsın. Fərəhlən ana torpağı, ey məğrur millətim xalqı. Ağlama, sil gözün yaşın, uca tut başın, ey Türk'ün anası. Mert kızın qəhrəman oğlun, yağıya gözdağı oldu. Qoy bilsin, qoy agah olsun, hər zaman bu belə olasın. Qucağın açsan ağlatan, ocağın isitsin hemen. İllerce hasretin çeken, sen kadar yünen yüreklerimizsin. Azerbaycan askerine koşulsun bütün bastalar, elimin igidlerine, şehitlerine şehirler yazılsın. Kucak aç seni sevenlere, dayanma. Bir adım da olsa belə düşməndən hər an olur də İrəlimdə.